Buğda gürcülər üçün çörək, çörək isə həyatdır. Buna görə də çörəyin gürcü mədəniyyətində, süfrəsində, gündəlik həyatda və xristianlıqda müqəddəs yer tutması təsadüfi deyil. Burada çörək bişirmə həmişə həm dolanışıq mənbəyi, həm də bir ənənə olub. Tarixi başlayan buğda toxumu Gürcüstanda toxunduğumuz torpaq təkcə məhsula deyil, həm də tarixi yaddaşa malikdir. Məhz burada, bu qədim Qafqaz torpağında insan min illər əvvəl buğdanı ilk dəfə əhliləşdirib. Bununla da əmək, mədəniyyət və mənəvi dəyərlər formalaşıbdır. Gürcü buğdası canlı fərdi irsdir. Ağ doli çörəyi, qara zanduri və əsrlər boyu yaşamış bir çox başqa növlər nəsildən nəslə ötürülərək irsən keçmişdir. Hər bir taxıl fermerin alın təri, duası və hörməti ilə doludur. Məhz bu unikal əhəmiyyətin tanınması məqsədilə UNESCO bu yaxınlarda gürcü ənənəvi buğda mədəniyyətini qeyri-maddi mədəni irs kimi tanıdı. Bu qərar o deməkdir ki, dünya rəsmi olaraq tanıdı ki, gürcü buğdası təkcə məhsuldar bir keçmiş deyil, həm də qorunma və qayğıya ehtiyacı olan canlı bir mədəniyyətdir. Müasir dünyada bir çox adət-ənənələrin itirildiyi zamanda buğdamız bizə köklərimizi xatırladır. Bu bizə xatırladır ki, bütün bir millətin tarixi buğda dənində tapıla bilər və əgər biz ona qayğı göstərsək, gələcəyi xilas edəcəyik. Öz sənətinin misilsiz ustası, böyük uğurunun adı ilə əlaqəli olan əsas fiqurlardan biri olan yetişdirici bu işi hərəkətə gətirən və bəsləyən əsas göstəricilər haqqında bizimlə danışır. Lomtagora şirkəti kənd təsərrüfatı sahəsində uzun illərdir fəaliyyət göstərən, xüsusilə taxılçılıq və buğda istehsalı üzrə ixtisaslaşmış nüfuzlu firmalardan biridir. Şirkət müasir aqrotexniki üsullardan istifadə etməklə yüksək məhsuldarlıq və keyfiyyət standartlarına cavab verən məhsullar yetişdirir. Lomtagoranın əsas məqsədi fermerləri məhsuldar iqlim şəraitinə davamlı və yüksək keyfiyyətli toxum materialı ilə təmin etməkdir. Firma həm yerli, həm də beynəlxalq bazarın tələblərinə uyğun buğda növlərinin seleksiyası və istehsalı ilə məşğuldur. Lomtagora tərəfindən təklif olunan buğda sortları müxtəlif torpaq iqlim şəraitinə uyğunlaşma qabiliyyəti, xəstəliklərə davamlılığı və stabil məhsuldarlığı ilə seçilir. Buğda əsasən iki böyük qrupa bölünür. Sərt buğda, durum, yüksək zülal tərkibli və möhkəm dən quruluşu ilə fərqlənir. Əsasən makaron, irmik və sənaye məhsullarının istehsalında istifadə olunur. Quraqlığa daha davamlıdır. Yumşaq buğda, undan çörək, bulka, şirniyyat və digər un məmulatlarının hazırlanmasında geniş istifadə edilir. Unu daha elastik və ağ rəngli olur. Bundan əlavə, vegetasiya dövrünə görə payızlıq buğda payızda əkilir. Qışa davamlılıq və yüksək məhsuldarlıq verir. Yazlıq buğda yazda əkilir, daha qısa yetişmə dövrünə malikdir. Lomtagora şirkəti fermerlərin ehtiyaclarını nəzərə alaraq buğdanın müxtəlif növlərini və sortlarını təqdim edir. Eyni zamanda əkin becərmə və məhsul yığımı ilə bağlı məsləhət xidməti də göstərir. UNESCO xüsusilə qeyd edib ki, gürcü buğda mədəniyyəti yalnız bitki yetişdirməklə məhdudlaşmır. Bu bir bilik sistemidir. Toxum seçimi, torpaqla münasibət, təbii şəraitdə uyğunlaşma və qədim zamanlardan bəri kənd həyatının ayrılmaz hissəsi olan kollektiv əmək. Gürcüstan zanduri, asli, maxa və dol kimi endemik buğda sortlarının müxtəlifliyi ilə seçilir. Məhz bu genetik sərvət ölkənin dünya kənd təsərrüfatı tarixində xüsusi yerini yaradır. Tanınma bu biliyi qorumaq və təşviq etmək məqsədi daşıyır. Bugün qlobal iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi problemləri qarşısında ənənəvi gürcü buğda mədəniyyəti davamlı kənd təsərrüfatı nümunəsi və öz fikrini qürurla ifadə edən canlı bir irs kimi daha da aktuallaşır. Gürcü buğdası bərəkətlidir. Hər bir dən torpağın qoxusunu, günəşin gücünü və insan əməyinə olan sevgisini özündə ehtiva edir. Serodina taxılı dünyanın diqqətini cəlb etsə də, onun əsl dəyəri hələ də Gürcüstan torpağında ölçülür. Toxum gələcəyi gözləyir və yenidən yeni həyat doğurur.